Salam dostlar, biz savaşa hazırıq deyə bir sözlər mənim qulağıma çatır, yəni yuxuda. Biz həqiqətən də gözümə görünən bir görüntülər var mənim. Baxıram, şəhər gəzirəm, şəhərlər, o, bu, rayon, o, bu. Gözümə bir senaryo dəyir. O senaryo odur ki, biz yaxın bir zamanında, dönəmində gedən iqtisadi durum, işlər, insanların istər-istəməz udduğu hava, o havadan qidalanmasının bir dönəmi. Baxırsan ki, belə şəhərə insanlar istəsə də belə yaxşı yaşamaq və ya pis yaşamaq, özündən asıllı olmayan bir durum və görüntü var. O durum və görüntü çox adamların hiss eləyə bilmədiyi, analiz eləyə bilmədiyi bir durumu mən analiz eləyirəm ki, dünya futbol turnuvasından sonra daha çox böyük savaşların alovlanacağını, sel suların alovlanacağını, getdikcə bu ayları, bundan sonraki aylar və illər böyük zəlzələlərin çoxaltması və ha belə bölgə savaş, İran savaşının təzədən böyük dərəcədə qızışacağını, baxmayaraq ki, Trump deyir ki, biz razılaşdıq, savaşı bitirdik, bunlar hamısı oyundur. Təsəvvürlə ki, o boyda Amerika prezidenti, o boyda dünya idarələyən güclər oyun oynayır. Biz onu görüb analiz eləyə bilməyəcəyiniz qədər zəifik. Bu görüntü sizin gözünə gördüyünüz nə qədər gözəl və sakit, yaşıllı, sakitçilik gün olsa da bir o qədər də daha böyük savaşın, sel suların və bu yaxın günlərdə baş verəcəyin bir çox son dərəcədə olmadığı qədər evlər yanacağı istiliklər. Təsəvvürlə ki, o tür dərəcədə güclü istiliklər gəlir ki və gələcək ki, baxmayaraq ki, sel sular çoxdur, yağışlar çoxdur. Bu adi bir şüşə ki, kiminsə həyətində olacaqsa, haradasa bir parıldayan bir material olacaqsa, onu qızışdıraraq evləri alovlandıracaq. Bəli, bu kimi hadisələr bir çox rayonlarda, bir çox ölkələrdə, bir çox kəndlərdə və ha belə bizim kənddə də olacağı hiss edirəm. Mən hiss edirəm ki, çoxlu evlər yanacaq bu yaxın zamanlarda və heç nədən evlərin yanması, evlərin alov tutması dönəm başlayacaq. Bu da əlaqələndirəcəklər ki, əvvəl-əvvəl, nə bilim, nakillər qızışdı, o bu. Amma sonuc olaraq hamısı deyəcək ki, çoxlu istiliklərin nəticəsində olan yanğınlar olduğunu deyəcək. Və belə də başlayıb bu ildən son 1, 2, 3, 4 il dayanmadan çoxlu, demək olar hər kənddə hər il evlərin yanması, tayaların, nə bilim, əkin sahələrinin yanması baş verəcək. Çünki çox güclü istiliklər gətirəcək. Ha belə sellərin daha çox olacaq və ha belə zəlzələlər çox olacaq, ha belə də savaşlar. Mən bunları vaxtilə demiş proqnozlar ona görə xatırladıram ki, artıq biz getdikcə o dönəmə yaxınlaşırıq. Bugün dünya turnuvası gedir, futbol sevənlər o turnuvasına baxır, başı qatır. Çoxların ailələrində xoşbəxt eləsin, hər kəs toyları olur, toylara başı qarışır, ad günü falan. Yay elə bir şeydir ki, Qusarın gözəlliyinə də bax bu arada. Qusar çox məməcil bir gözəl bir rayonda. Mən sizə bunu deyim, çox gözəl bir, incə bir rayondur. Hə, yəni deməyim odur ki, bu qədər gözəllikləri yaşayan adamlar mənim dediyini anlamaz. Qış aylara yaxınlaşanda xatırlayacaq ki, və ya bir müddətdən sonra çoxlu yanğınlar olanda deyəcək ki, istiliklər olanda həmişə yanğın yox. Hər kənddə, bax gör, hər il nə qədər yanğın olub, nə qədər ziyan dəyib. Bundan sonraki aylar və illər hər kənddə olmadığı qədər evlər və
hər kəs üçün çoxlu özünün akin sahələri, evləri yanğın alanına dönəcək bir. Hər kəs yanğından danışacaq. Hər kəs sel sulardan danışacaq. Mən bunu sel sular demişdim. Hər kəs Dünya Savaşından danışacaq və sonuc olaraq da hər kəs necə sağlam, sağ-salamat qalacaq deyə, bitki çörək qazanmaq yolu var deyə bunun şeyinə girmək, dalına girmək biz istəmək, o da doğru deyil. Yəni ki, necə eləyək ki, bitki çörək qazanıb sağ qalacaq bir dönəmə gələcək. Baxmayaraq ki, bugün hər kəs biznesdən düşünür. Zaman gələcək ki, yanğınlar, sellər, savaşlar çox olanda o zaman ağıllı adamlar axtaracaq ki, qulaq assın, nə eləyək. O zaman gec olacaq. Çünki ağıllı adamlar bizim kimiləri da qoymayacaqlar o zaman. Bizi də yox edəcəklər. Bugün sizin bizim yanımızda olmayacaqsa, dəstək olmayacaqsa, gələcəkdə bizi yox edəcəklər. Başımıza gələn oyunlardan siz özünüzü sığortalaya bilməyəsiniz deyə, qoruya bilməyəsiniz deyə. Mən bugün dediklərimizin videoları sizdə sadəcə qalacaqdır. Təbii jurnalistikinin videoları qalıb, özümüz qalmasaq da. Amma yenə sizin üçün hər şeyi nəzərə alaraq deyirik ki, bu gözəllikləri, bu yaşıllıqları, bu sakitçiliyi qorumaq üçün mason hərbi avandlıqların əli ilə yandıracaq yanğınlar, böyük gətirəcək sellərin, savaşların qabağını almaq üçün bizim kimi adamlara qulaq asmalıdır. Ya qulaq asacaqsınız, bir yerə gələcək, biz bu dünyanı masonların əlindən qurtaracağıq, ya da bizim hamımız ölüb gedəcəyik. Yəni buna mən hisslərimlə və analizlərimlə əmin olaraq deyirəm. Zaman gələndən sonra başa düşəcəksiniz, amma bugünkü gün çoxlar məni başa düşmədən güləcəksiniz. Hər gülənin evindən sabah bir hadisə, bir neysə itəndə məni xatırlayacaqsınız. Mən onu istəmirəm, amma mən ekstrasensəm deyib bunu demək zorundayım. Öpürəm sizi. Qusa rayon, Azərbaycan, Gündüz Qalakən, yaşıllıq, gözəllik. Öpürəm. Sağ ol. Büyük bəd baş verəcək, bəd hadisələrdən Allah sizi qorusun. Mənə özünüzü qorumaq üçün zəlzələlər, sellər, yanğınlar çox böyük, hər kənddə çoxlu evlərin və əkin sahələrin yanması və haberdə altdan gedən yalandan adı qoyacaqlar, ürək xəstəliyi, nə bilim insult, əslində həmən o xəstəliklərə təkan verən şeylər baş verəcəyini biz görəcəyik. Məni anlayan insanlara öpürəm sizi, anlamayanları da öpürəm. Amma zaman gələndə siz də məni anlayaraq öpəcəksiniz buralardan. Öpürəm, sağ olun.